Yenə görüş günüdür məhbəs qapılarında. Dustaq tək üzü gülür bu daş divarlarında. Oğul üçün unudub evdə aclıq yasını, dişindən, boğazından kəsib pensiyasını, yığıb dustaq oğlunu görməyə gəlir ana. Oğul həsrəti nədir? Əzbərdən bilir ana. Ana evdən gələndə zəmbil tutub oğluna, ürəyinin oduyla çörək yapıb oğluna. Öz bağından qopardıb göyərti gətirib, əlləri ilə bişirib, toyuq əti gətirib. Bir də oğlu sevdiyi dadlı motal pendiri, ananın zəmbilindən qəlbində dərdi. Yaylığına büşdüyü 5-10 manat pulunu ovcunda bərk-bərk çıxıb xəyala dalır ana. Əslində şəhərdə yox, bir kənddə qalır ana. Oğlu bura düşəndən qapısından keçən yox, taxıl zəmidə qalıb kömək edib biçən yox. Elə bil dünya kimi dostlar da üz döndərib. Görəsən bu bəlanı Tanrı niyə göndərib? Qismət